Həzrət Əbəlfəzl əleyhissalam niyə dayandı Kərbəlada? Niyə dayandı? Deyir, meyraca getdi Nəbi raz və niyaz üstündə. Meyraca getdi Nəbi raz və niyaz üstündə. Haqq onu ilə danışıb hansı avaz üstündə? Kimi görmüşdü Rəsul orada namaz üstündə? Orada da Məhdi-i Valanı dayandırmışdı. İnan budur. İnsanlar inanırdılar ki, İslam Peyğəmbəri meyraca gedəndə gördü orada bütün bəlaları Allah Peyğəmbərə danışdı. Həzrəti Zəhra nələr çəkəcək, Hüseynin başına nələr gələcək. Hamını danışandan sonra Peyğəmbər qəmləndi. Allah buyurdu ki, əntəqimu bizalikəl qaim. Mən bu qaimin, namaz qılan cavanın vasitəsilə intiqam alacaq. Yəni Həzrəti Məhdi gələcək, Yezid sifətlərdən intiqam alacaq. Ömər ibn Səd sifətlərdən intiqam alacaq. Deyir, kimi görmüşdür Rəsul orada namaz üstündə? Orada da Məhdi-i Valanı dayandırmışdı. Allah orada İmam Zamanı dayandırmışdı. O ləin küçədə vurmuşdu qol-i Tahani. Həzrəti Zəhranı küçədə vurdular da. O ləin küçədə vurmuşdu qol-i Tahani. O zamandan bəri yandırdı bu qəm Mövlanı. Sağ tərəfdən Həsən aldı qucağa Zəhranı, solda da Yusuf-i Zəhranı dayandırmışdı. Məhdi onu da gördü. Gör Məhdi nələr görüb, onu da gördü. Kərbəlada bütün aləm qəmə qərq olmuşdu. Çəkilib qarə bütün aləmə qərq olmuşdu. Bütün əflak o günü matəmə qərq olmuşdu. Məhdi idi aləmi imkanı dayandırmışdı. Dünya dağılardı Hüseynsiz. Aləm imkanı Məhdinin gəlib intiqam alması saxladı imkan aləmi. Kərbəla vəcdə gətirmiş necə Əbbas ağamı. Kərbəla vəcdə gətirmiş necə Əbbas ağamı. Dedi, tək darmadağın eyləyərəm izdihamı. Əbbas deyir, mən bunların hamısını tək darmadağın eyləyərəm. Dedilər, Məhdi gəlib almalıdır intiqamı. Bu rəvayət necə Səqqani dayandırmışdı. Həzrət Əbəlfəzi bu dayandırdı bu rəvayət. Ona mələklər dedilər ki, dayan. Dedi, mən tək darmadağını eyləyərəm izdihamı. Bu qoşunu tək girib parçalayaram. Dedilər, Məhdi gəlib almalıdır intiqamı. Bu rəvayət necə Səqqani dayandırmışdı. Həzrət Məhdinin rəvayəti gəlib intiqam alması necə Həzrət Əbəlfəzl əleyhissalamı dayandırdı. Bunlarla işim yox, bu hadisələr baş verdi. İndi bir Məhdi-i ümmət var. O bütün bəlaların hamısını bir-bir görüb. Hüseyn bir bəla çəkdi. Onu da Məhdi gördü. Gör Məhdinin nə yaralı ürəyi var. Zəhra bir bəla çəkdi. Onu da Məhdi gördü. Aləm nə qədər bəlalar görüb ibtidasından intihasına qədər hamısını Məhdi bir-bir yaşayıb, qəlbində saxlayıb və hələ dua eləyir ki, ilahi izin ver mən o bəlaların hamısının bir-bir intiqamını alam. Əllamə Əmini deyirdi, məni Nəcəfdə Kərbəlada dəfn eləməyin. Orada dəfn olunanları birdən sorğusuz sualsız cənnətə apararlar. Mən istəyirəm o Şimrin, Ömər ibn Səədin, Yəzidin Məhdinin qabağında hesab kitab verməsinin şahidi olan. Mən Məhdinin onlardan intiqam almasını görmək istəyirəm. Üləma bunu deyirdilər, mən bunları görmək istəyirəm. İnşallah rəzətli olacaq onlar. Allahın izni ilə hamısı olur. Məhdinin bir dənə yaralı qəlbi var. Mən bir dənə Həzrət Höccət əleyhissalama bir beytlər yazmışdım. Bölüşək bu günlər Məhdinin o yaralı qəlbi ilə, bizim bu məzlum halımızla Həzrət Höccət əleyhissalamla bir ünsiyyət quraq, yaşayaq Həzrət Höccət əleyhissalamla bərabər. Bu məhəbbəti qəlbimiz, dilimiz, irfani mənada mənəviyyatımız datsın inşallah. Ey gəzəm çölləri avarə və yorğun şəfəqim. Ey solan çöhrəsi güllər kimi solğun şəfəqim. Gəl yetiş dadimizə, ey mənim aydın şəfəqim. Qarə zülmətdə doğan gündüzü görsün hamı. Necə dözdün buna sən, ey bəşərin mövlası. Ey o kəs ki döyülüb Fatimeyi Zəhrası. Ey solan pərdeyi qeybətdə gözəl siması. Çək niqabi, o mübarək üzü görsün hamı. Göstər o mübarək üzümü bizə. Səndə Peyğəmbərimin gizli qalan sözləri var. Səndə Zəhra ürəyim parçalayan közləri var. Səndə Heydər yerişi, Əbəlfəzin gözləri var. Gəl ki göstər o gözəl cüt gözü görsün hamı. Ey bizim şirinimiz,
Leylamız, Əzramız, hərənin bir sevgilisi vardı. Ey bizim şirinimiz, Leylamız, Əzramız, sən zuhur eyləməsin, yarı qalar sevdamız. Gəl Xızır tək yetişey qayib olan Mövlamız, biz də səndən yeriyərkən bizi görsün hamı. Qoy bizim iqtidarımızı görsünlər sənlə bərabər. Beytül Əhzanıvə gəlləm gecələr islahə, anda verirəm səni mən xaliq olan Allahə. Məni də dəvət elə bir gecə seyrəngahə, sənə bu şeiri yazan Farizi görsün hamı. Bizi də çağır.